Səmavi ata, bu gündə mən sənin qarşındayım. Bu gündə sənin qarşında diz çökmüşəm. Ata, səndən istəyib, səndən diləyirəm. Diləklərin cavabı səndədir. Ehtiyacların cavabı səndədir. Ata, müqəddəs ruh, aç o süfrəni ya Rəbb. O süfrəndəki qoy cahı cəlal olsun. O süfrən bəzənsin bizim üçün, bütün imanlı bacı qardaşlarım üçün. Qoy bəzənsin ki, hər kəs öz payını o süfrədən götürə bilsin. Nə istəyirlərsə, nə dilək varsa, nə arzu varsa, qoy bütün arzular, istəklər sənin iradənə uyğun şəkildə həyata keçsin. Ağrıyan hər bir güşüyə qoy sənin gücün, qüdrətin axsın. Elə güc gəlsin ki, bədənlər səndən güc alıb sağalsın. O bədənlərdə olan orqanlar tamamilə güc alsın. Yenilənsin, təzələnsin, təqdis olunsun. Hər bir çöküntüdən, hər bir vaspleniyadan tamamilə azadlıq gəlsin. Yeni həyat, yeni yaşam. Çünki sən dedim, yol, həyat, həqiqət mənəm. Həyatın gözəlliyi səndədir, ya Rəbb. O gözəlliyi hər bir kəsin həyatında bərqərar et. Qoy ata, bədənlərə, ayaqlara elə bir güc gəlsin ki, bütün təzyiqlər ortadan götürülsün. Dünyadan gələn hər bir təzyiq, insan bədənində yaranan təzyiqlər, stressdən gələn təzyiqlər, şəkərlər, qoy tamamilə yox olsun və onun yerini sənin güclü, qüdrətli şəfan əvəz etsin. Ya Rəbb, sənin qarşına gəlirəm. O süfrəni aç, müqəddəs ruh. Aç ki, hər kəs o süfrənin başında otursun, ətrafına yığışsın və hər kəs o nimətlərdən, o cahi cəlallardan istifadə edə bilsin. Az ki, sənin qüdrətli, güclü adın onlara o süfrəyə əl uzatmağı göstərə bilsin. Kimə nə lazımsa, o süfrədə sənin bərəkətin, şəfan, xeyirdan, biliyin, zəhkan yerləşir, ya Rəbb. Qoy hər kəs o süfrənin özünə lazım olan hər bir şeyindən tamamilə istifadə edə bilsin. İsa Məsih ismi ilə diləyirəm. Ata, sən kəlamında dedin, sözündə dedin. Açacağam sizin qarşınızda süfrələr. Sizin bütün qablarınızı dolduracağam. Ağzına deş dolduracağam. Qoy boş qalmış bütün ürəklərdə arzular, istəklər yerinə getirilsin. Hər kəsin həyatına böyük bir sevinç, böyük bir xeyirda, bərəkət, şəfaxını gəlsin. Hər kəs ata, ürəyinin arzu istəklərini çata bilsin. Müvəffəqiyyətlərlə dolu bir həyat yaşasın. İsa'nın ismində və adında. Ata, dua edirəm. Hər bir sənin seçdiyin, sevdiyin, qurtardığın dünyadan aldığın övladlar üçün. Qoy hər kəsin həyatında yeni yaşam, həqiqət, yollar açılsın. Qoy hər kəsin əlində sənin verdiyin açarlar olsun. O qarşıda bağlı qıfıllı qapıları açmaq üçün. Heç bir şey səndən güclü deyil. Ata, o qıfılları kim bağlayırsa, İsa Məsih ismi ilə sənin verdiyin açarlarla qoy hər kəs bütün o qıfıllı qapıları açsın və sənin cahi cəlallarından istifadə etsin. İsa Məsihin ismi ilə. Ata, sən dedin ki, nəyi açacaqsınız o göylərdə də açılacaqdır. Bu açarlardan istifadə etmək üçün, bu qabiliyyətin onlarda tamamlanması üçün hər kəsin həyatına toxun. Qoy əllərdə o açarlar fırlansın. Qoy qıfıllar o açarlarla tamamilə təksilah olsun. İsa Məsih ismi ilə diləyirəm. Sən dedin, dar gündə çağır. Mən cavab verəcəyəm.
Qurtuluşumu göstərəcəyəm demisən, ya Rəbb. Hər bir kəsin həyatında nə dar gün varsa, istər şəfa istəyirlər, istər bərəkət istəyirlər, istər bilik istəyirlər. Qoy hər şey və hər şey qələbə ilə əvəz olunsun. İsa Məsihin ismi ilə haraylayırıq səni, ya Rəbb. Gecə, gündüz sən dedin ki, mənim qarşıma gələn, məndən istəyən övladlarıma verməyəcəyəmmi? Və mən sənin qarşına gəlirəm. Gecəli, gündüzlü, dilimlə, ürəyimlə səni haraylayıram, ya Rəbb. İçimdə, düşüncələrimdə səni haraylayıram, ya Rəbb. Gəl, ya Rəbb. Gəl, çünki sən bizə lazımsan. Sən bizə gərəksən. Biz sənsiz o dərinliklərdə bata bilərik. Gəl ki, biz suyun üzərində gəzməyi bacara bilək. Biz sənə çatmaq üçün məsafələri dəf edə bilək.